Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. İmişli rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Salih Səmədovun 3-cü oğlu Mehralı Səmədov da vəzifəsindən uzaqlaşdırılıb. Günün xəbərləri xəbər verir ki, Qafqaz.info-nun əldə etdiyi məlumata görə bu barədə müvafiq əmr imzalanıb. O, strateji obyektlərin mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib. Səmədovun qardaşlarından biri penitensiar xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digər İmişli rayon icra hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar. Həmçinin bir neçə gün öncə strateji obyektlərin mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov da vəzifəsindən azad edilib. Araşdırma nəticəsində generalın da Salih Səmədovla əlaqəsi olduğu, ona qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalla təltif etdiyi üzə çıxıb.